Hamıya salam, kanalıma, videoma hoş gelmişsiniz. Ben Arzu Bayramova. Bugün sizlerle birlikte bir gün vlog çekirik. İndi ben birazcık bu saç mənə qıcıq elədi. Birazcık danışmaq istəyirəm nə haqqında, videolar haqqında, vəbşi kanalım haqqında, günlük həyatım haqqında. Yəni biraz bəlkə uzun sürdü, amma tez danışmaya çalışacağam. İndi bəziləri görürəm ki, bəziləri vəbşi mənim YouTube'umda onu anladım ki, daha çox dərs vlogları sevilir. Yəni dərs eləmək falan, onlar daha çox izlənmə qazanır və daha çox insanlar da ona baxır. Amma peki o tətil vlogu falan paylaşanda görürəm ki, tətil vloglarını çox insan da sevmir. Yəni deyirlər ki, biz deyirəm ki, deyirlər ki, biz deyirik sən tətilini. Bizə dərs lazımdır ki, motivasiya olsun. Başa düşürəm sizə dostlar. Prosta mən indi harasa gedəndə, eləyəndə çalışıram oraları çəkim ki, sadəcə izləmə qazanmaq üçün yox, sadəcə özümə anı qoymaq üçün, anı buraxmaq üçün də edirəm bunları. Onu da demək istədim ki, yəni sadəcə lejbə o video, saç mən çox şeylərdən bayaqdan bunu oynayıram. Yəni özümə gələcəkdə anı buraxmaq istəyirəm. Deyə bilərsiniz ki, elə paylaşma da özündə falan saxla. Yerim yoxdur dostlar. Ona görə də paylaşmaq zorundayım. Nəysə, bunu da şeylədik. Ona görə də yenə də dərs vlogları bu il çoxlu dərs vlogu olacaq. Onu bilirsiniz ki, bir ay falan dərslər açılır, hazırlıqlar başlayır və 11-ci sinifə tamamilə girmiş oluruq. Və bugün sizlərlə də qəşəng bir gün vlog çəkəcəyik. Həm dərs eləyəcəyik, həm də axşam bir yerə gedəcəyik. Onu indən demirəm. Amma yəni məncə videonun başlığında ya da haradasa görmüşsünüzdür. Yəni anlamışsınızdır hara gedirəm. Neysə, dostlar. Bir də onu demək istəyirəm ki, mən bu bir həftədir əslində deyə bilərsiniz ki, bir həftə niyə video çəkmirsən falan da deyə bilərsiniz. Bəlkə deməyəcəksiniz, bilmirəm. Həm də nə YouTube'a girirəm, nə heç yerə girmədiyəm, bilmirəm indi necədir orada vəziyyət, nədir, nə deyil, onları bilmirəm, o da niyə. Çünki mən gördüm ki, keçən həftə falan mən telefondan dərs eləyə bilmirdim. O Instagramdır, TikTokdur, YouTube'dur falan. Nə bilim, hər saniyə bir uvidimleniyə, bir nə bilim şeyə, hər saniyə belə bildirişə də, yəni girirdim, baxırdım, nə bilim, hər dərs arasında girirdim, baxırdım, edirdim və ona görə də normal istədiyim qədər dərs eləyə bilmirdim. Yəni dərs eləyirdim, amma istədiyim kimi eləyə bilmirdim. Və bu bir həftədir, yəni bir həftə deməkdir, 4-cü gündür, bazar günündən etibar. Bazar günü mən tamamilə interneti bağladım. Bazar gündən etibarən neçə gündür internetə girmirəm. Sadəcə qısa şeylər oldu. Dünənlər mən evi yığışdırdığım üçün, qəşəngcə, yəni oradan bütün dip bucaq yığışdırdığım üçün bilirdim ki, sıxılacam. Ona görə televizorda Melih Yıldırım açmışdım. Yəni onlara özümə icazə verim. Bu gündən ötürü bəlkə Sıla Dündar falan onları izlədim. Çünki nəsə vaxt izləmirdim. Və gördüm ki, oradan onları izləmək istəyirəmmiş də, yəni belə özləm var imiş də. Yəni bunlara özümə icazə verirəm. Amma telefonda baxmaq nəyəsə, onu eləmirəm. Çünki bilirəm ki, oradan ora gedirəm, buradan bura gedirəm və istədiyim kimi dərsə fokuslana bilmirəm. Amma bu neçə gündür, birinci gündür, ikinci gündür falan, yəni dünən ev yığışdırdığımdan dərs eləməmişəm, amma birinci gün, ikinci gün qəşəng dərs eləmişik. Bugün də o dərsi davam etdirəcəyik dostlar. Bunu dedim, sizə göstərim və telefonu da doğrudan telefon əlimə almırdım. İndi sadəcə video çəkmək üçün almışam əlimə. Birazcıq nipayatını seyirəm. Əslində çox da bir şey olmayıbdı yenə də. Yes. Dostlar, mən bitdim. Yəni necə bir idman edəcəm? Həmişə mən qarına çalışırdım da ki, qarın idmanı falan edirdim. Neyse, kardeşimle konuştuktan sonra geldim dostlar. Deməli, mən həmişə dedim ki, mən qarına özəlliklə çalışırdım, edirdim falan. Bugün dedim ki, mən də qarına çalışmayayım, çünki çox ona çalışırdım. İndi belimə də şeyim, çünki mənim belimdə balaca da olda skalyozdumu, kifozdumu, nəsə elə bir şey var. Və mən də idman edəndə həmişə axırda bel üçün nəsə edirdim. Amma indi dedim ki, tamamilə bel üçün eləyim idman. Və bir dənə qadın tapdım. Keçid oradan da belimi, yəni istəyirəm indidən ki, birinci dəfə eləməmə baxmayaraq da oradan belə insanı belə düz durduran bir idmandır.
Вот, yani bunu bir de komentaryaları falan okudum, yorumları. Orada kadın yazır ki gün 30 gündür elədikdən sonra dedi ki, oradan belim belə sıxlaşdı, elədi, oradan düz oldu falan filan deyibdi. Ben de bunu bir ay ərzində, yəni bir ay değil, oradan belə hiss edene kadar eləyəcəm. Evet. İndi geldim yemek yemeye çünkü acından öleceğim. Dostlar, səhər duran ki, mən də belə bir aclıqla durmuşam. Bayaqdan özümü tuturam da zorla ki, licbi. Mən heç bu qədər paxlı bir insan görməmişəm də. Götürübdü, yoğurt almışdım ama. Dünənləri də bu yoğurtdan yeyibdi də. Yəni biz dünənlər bacımla yeməmişik bu yoğurtdan. Və indi səhər də indi yemək istəyirəm. Deyir, okey də yedə, yəni orada vardı, yəni bizə də qalardı, yəni bacımla mənə. Şey ki, yox, mən sizinkini də yemək istəyirəm. Dirəşirdi, bayaq getdim, baxdım incə ki, səndə o bayaq 2 dənə yeni var imiş, bu yeni 2 dənəsini çıxardıqdı. Mən elə bildim o 2 dənəsi budur da. Dedim, hana bax, havadelikdə var axı. Sonra getdim, baxdım ki, səndə o yeyirmiş, o 2 dənəsini və bu 2 dənəsini də istəyir. Yəni, böyle bir kardeş. Yani, neyse, mən özüm də balaca onu biraz paklı olmuşam da. Ona göre çok şeylemeyeyim. Paklı olmaq pis şeydir. Paklı olmayın dostlar. Şimdi gəldim yemək yeməyə. Yemək yeyəndə də Ahmetcan Dünü falan izləyəcəm. Yəni mən onları indi video paylaşmırlar. Yəni Sıla Dündar, Fəridə Özünc falan, onlar vlog falan paylaşırlar ama belə o grup şəklində onlar uşaq dağılıbdılar, bilirsiniz ki. Yəni onları izləyənlər bilir. Neyse. Birinci de oradan çok pis olmuştum çünkü ben de onları izləyirdim. Her 5. gün falan, yani hansı gün video atırdılarsa həmişə onları izləyirdim. Ama indi bilirsiniz ki, Rüylə atmıyorlar, к сожалению, videolar falan, yani onlar eskide kaldı. Ben de o eski videoları açıp izləyirəm. Ne yapalım artık, ne yapalım? Ne edelim dostlar? Başka çaremiz mi var? Yoktu. Ona görə də indi onları açıb izləyəcəm. Həm də ən çox indi izlədiyim insan Melih Yıldırımdır. Onun videolarına yoxdur. Yəni elə qəşəng vloglar çəkir ki, çox xoşuma gəlir. Sadəcə indi onun bütün videolarına baxıb qutardığımdan, yəni insan axtarıram baxmağa. Ona görə dedim mən keçim eskilərə falan. İndi onlara baxaraq deyəsiniz ki, mən nə oldu, sən baxmırdın falan deyə bilərsiniz. Amma dostlar, mən öz akkauntumdan baxmıram. Bu mənim qardaşımın akkauntudur. Yəni mən görürsünüz belə qardaşım, ay Kuzey Yıldızını görməzdən sayabilir miyiz? Burada şeylər, yəni qardaşımın baxdığı videolarda bunları mən baxmıram. İndi yəni onun akkauntundan girib baxıram da. Çünki öz akkauntundan girib baxsam hesabımdan da orada mənim də izlədiyim o birisi videolar çıxacaq qarşıma falan və mən onları izləmək istəyəcəm. İstəyəcəm. Ona görə indi öz axtarışa verdiyim şeyləri izləyirəm. Burada yeni Melih Yıldırım videosunu gördüm. Atalım şeyə. Yes sir, indi özümüzə qəşəng bir yemək hazırlayacağıq. Ahmetcan Dündarın ən çox sevdiyim videolar birisində tərk edilmiş bir yerdə. Onu mən dünənləri axşam izləyirdim. Və doğrudan da belə nihayət bir qorxu girmişdi mənim içimə. Mən biraz qorxan insanam belə şeylərdən də. Amma yenə dünənlər bacıma dedim ki, qorxu filminə falan baxaq falan, fiskos deyirdim. Əslində yuxum gəldiyi vaxtda bacım gəldi ki, gəl baxaq. Mən dedim ki, yox, dur, mənim yuxum gəlir, indi mən baxsam yatacam. 1-2 saat əvvəldən baxmağa başlasaydı yaxşı olardı. Ona görə dəm, bəlkə bugün amma bəlkə bugün yox, bugün biraz çox yorğun olacam. Hansısa başqa gün, əgər qorxu filminə baxsaq, siz də bizdən olacaqsınız dostlar. Amma indi qorxu filmi, qorxu videosuna baxırıq. Hadi burada. Aa, gördünüz. Oy. Yadımdan çıxdı, çəkmədim burada bunu baxmaqdan. Deməli, qəşəngcə bunun içində pendirdə mozzarella da şeylərdən və duz da qatdım. Və indi bunu bişirəcəm.
pişirdikten sonra görüşür müyüz? Ne dersiniz? Pişirmeliyim. Geçen yemeğe başlayanda biraz batırdım elleri. Neyse. Buna bakarken bence geçen hazırlayayım her şeyi. Dostlar, mən ayaqdan yeməğimi falan yedim və o qədər qəşəng bir... Səsini azalda bilir misin çocuk? Ha? Neyse. Deməli, yeməyə qəşəng yeyəndən sonra mən səhər yeməyə çox qəşəng alışmışam. Özümə belə qəşəng tabaqlar falan, yumurtalar falan düzəltdiyimdən dolayısıyla durum çox güzel qədər de çəkən bölümdən. Deməli, yeməkdən sonra mən sizə planşetə axı orada qorxunç video baxırdım da Ahmet Cəndil'dən qorxu videosu və oradan belə bir ürpəşdim, belə yıpayatlı oldum. Bir dənə yenə baxdım biraz falan filan və ucu dedim ki, mən çox baxmadan keçim dərslərə. Mən neçə gündür şeylər edirdim, sadəcə tarixdən mövzu öyrənməkdir. 2-ci Qarabağ müharibəsində 10 dənə belə bir səhifə var, elə bir ikinci deyim, PDF kimi bir slaytda belə deyim. 10 dənə səhifədə onun hər gün bir səhifə öyrənməyə çalışırdım. Və bu həftə 4 səhifəni öyrənmişəm. 5-ci səhifəni indi biləm bugün onu eləyəcəm falan, amma məncə bu günləri mən onu eləməyəcəm. Bu günləri mən sınaq eləmək istəyirəm. Çünki hər gün mövzu öyrənmək, nə bilim yazmaq falan və mən test falan işləmədiyimi fərq elədim. Sadəcə riyaziyyatdan təbii ki işləmişəm. Riyaziyyatdan da bəzi şeylər qalıbdı, onları yazıb, onları bitirməliyəm. Bu günləri nə edirik? Bu günləri sınaqlar edirik sizlə. Həm rus dilindən, həm coğrafyadan. Coğrafya biraz mənim çətinliyi olacaq. Tarixdən eləməyə çalışacağım. Riyaziyyatda bir dənə başlamışdım, qurtarmamışdım. Onu qurtarmaq istəyirəm, o sınavı qurtarmaq istəyirəm. Ondan sonra da pişdim istəyirəm, çox istəyirəm bura. Kondisioner falan yoxdur deyə çox pişdim istəmək ya otağı dəyişdirdim, yəni çox istəyirəm çünki kondisionerli otağa bəlkə keçdiyimdir. Onları eləyəcəm. Bir də riyaziyyatda mən dedim orada bəzi məsələlər qalıbdı. Onları qutarıb sual dəftərindən suallarımı yazmaq istəyirəm. Hansı ki elədim, amma çətinliklə elədiyim sualları yazacağam. Və ingilis dilində də biraz sınaq eləyəcəyik, söz öyrənəcəyik. Bunları saat 5-ə falan qədər eləyib qutarmaq istəyirəm ki, mən sonra dediyim kimi hazırlaşmağım var, odur, budur, onları da qutarım. Saat indi 12-yə qalıbdı dostlar. İndi uşaq niyə belədir? İndi tez başlayırıq dərsləməyə. Təzədən gedim oturum. Çox istidir, mən pişəndə eləyə bilmirəm. Okey. Yoxsa qəşəng otağı dəyişdirdim, kondisionerli otağa gəldim, qəşəng oldu. Və mən dərsə başlamadan nəsə mənə bir aclıq vurdu, nəsə acdım. Işıqlardan falan yıpayan çıxıram yəni. Saçım da bağından yenə o taxdığımda, burası isti olduğundan yığmışam. Aclıq vurdu, mən dedim ki, yoğurt yiyeyim. Çünki altı mən yemişəm, qardaşım yiyəcək. Yəni o yeyib də, saç çıxmasın, yeyib də. Mənim kim də yeyəcək. Əslində bunu mən düşünürdüm dərs aralarında falan yeməyəm. Sadəcə görürəm ki, nəsə mən yemək yeməmə rağmen bir aclıq hiss edirəm. Aman. Bir şey daha, mənim də ən sevdiyim rəngdir. Mor. Neyse ben yiyeyim. Şu derse başlayaq. Doğru. Danışamadım. Dostlar, oturdum indi rus dilini ilk öncə başlayıram. Rus dilində mən əslində qrammatikan yox, daha çox mətnləri işləyirəm. O da niyə? Çünki qrammatikanı tək mən gələn il təkrarlayacaq edəcək və onu da eləyərəm deyə düşünürəm. Sonuçta bəzi şeylər yadımda deyil falan. Bu üçün deyirəm indi özümü belə bunu öldürməkdənsə mətnlərə daha çox fokuslanım. Çünki burada 25 bal verir qrammatika 10 sualda da. Amma burada 2 dənə mətn olduğundan və ümumiliklə 10 dənə açıq sual olduğundan daha çoxdan 75 bal verir. Yəni ona görə daha çox özümü mətnlərdə alışdırma, mətnləri eləməyə çalışıram. Çünki məndə biraz problem olur. O da nədir? Yəni bağlı suallarda yox, daha çox açıq suallarda biraz şey olur. Yəni öz sözlərindən demək falan. Görürsünüz burada своими словами də öz sözlərindən yaz falan. Sonra burada da yenə своими словами hansı ki
şeydir. Bunu xarakterizə o xarakteri haqqında yazmaq falan lazımdır. Hamısını özün eləməlisən də, düzdürmü? Ona görə də məndə biraz çətinlik olur və istəyirəm ki, bu yayın qalan günlərində falan bunların üstündə daha çox çalışım. Yes sir. Ona görə indi bu 20 dənə sual eləyəcəyik. Ondan sonra da rus dilini belə keçə bu dəftərimdə eləyirəm. Biraz cırıqdır burası, amma nəysə. Burada eləyəcəm. Və ondan sonra da keçəcəm, bilməm hansı fənni, hansı fənni istəsəm. Bununla qutarmadım, ürəyim bulandı, niyəsə yeyənmədim. Biraz qaldı, bəlkə birazdan yeyərəm. No reklam. Belə, mən indi bunu oxuyum eləyim, görək necə eləyirik, necə analiz eləyə bilirəmmi? Deməli dostlar, mən keçəcə rus dilini elədim, qutardım. Sadəcə yoxlayamıram, çünki dediyim kimi telefonda interneti qoşamıram. İnternet də planşetdə var, açıq şəkildə ona da qardaşım baxır. Ona görə də hamısını qutarandan sonra da yəni planşeti ondan ala bildiyim vaxt yoxlayacağam. Amma biz necə? Birinci mətn okey biraz şeydir, burası bəzi şeyləri yəni mən stildim, indi onları tam hatırlamıram necə tapılır falan. Bir də frazeologizmləri təkrar edirəm. Axı orada da bəzidən sual var idi. Hansı ki, sevməyə bilən frazeologizm tapamadım, düzü bilmədim nə ola bilər. Yəni mənim təkrarladıqlarım arasında bu yox idi. Amma yəni sual cavablara baxanda bunu şey eləməyə çalışacağam. İkinci mətn isə başı İkinci mətn isə birinci bizə necə spravedlivost, yəni belə ədalət haqqında birinci girir, yəni biz qəşəngdir də belə şeydir. Amma ortası, axırı da okey, amma ortası o qədər sıxıcı, o qədər mənasız. Mən heç nə qanmadım yəni o oxuduğum şeydən. Ona görə də oradakı bağlı sualları okey cavablanırdım, amma açıq sualları çox çətin. Çünki başa düşmədim mətni. İndi görək də cavabları yoxlayanda nə vaxt yoxlaya bilsəm qardaşım və planşeti. İşte bunu istiyorum ben. Nə vaxt yoxlaya bilsəm, baxacağam. Yəni bunu belə eləməyə çalışdım, nə qədər eləyə bildim bilmirəm. Yəni görürəm ki, mən nəsə mətnlər çətinləşir getdikcə, ona görə də mən nəsə anlaya bilmirəm. Yəni okey, bağlı sualları nəsə cavablandıram, amma açıq sualları çox çətinlik çəkirəm. Çox da demək də, yəni bəzilərində, ən çox da ikinci mətnlər. Bu publistik mətnlər çox belə şeydir, непонятныdır. Onları başa düşmək, ya da nauçno orada elə daha çox rusunu danışıram biraz, amma nəysə. Deməli dostlar, indi keçdik ingilis dilinə. İngilislə bu sınağı eləyirəm. Bunları inşallah mən gələn il... Burada oyun oynadığından bu beyefendi. Bu beyefendi. İmkan vermir mənə normal şey eləyim. Deyəsən get, mən dostlar özüm qaçdım, gəldim bura. Burada dalınca. İndi bunun səsini azaltdıracağam. Öldürsənə lan. Nəysə, bunu neçə vaxt eləmirdim. Keçəcə burada qrammatikasından belə eləyəcəm. Yəni inşallah deyirəm də mən bunu gələn il qutararam. Kürcə qutarım da bu kitabı.
Və içində yazıram. Çünki bilmirəm kiməsə lazım olarmı. Yəni düşünmədən birinci bir iki dəfə yazdım, elədim. Elə qaldı. Yəni ruçkada da silə bilməyəcəm. Ona görə də yazmağa davam edirəm. Belə bir diqqətsizlik oldu məndə. Burada mətn eləmişəm sən. Yəni bu qrammatikanı eləyəcəm. Nə qəşəngdir şəkilləri əsasında yazırdıq. Nəysə. Bunu da eləmişəm. Hə, mətn eləyəcəm. Bir dənə də qulaq-asma eləyə biləcəm və bilmirəm. Çünki dediyim kimi hələ ki Wi-Fi-ımı özümə açmamışam. Əgər qardaşımla ala bilsəm planşeti orada qulaq-asmağa çalışacağım. Ala bilməsəm də sadəcə qrammatika ilə mətn eləyəcəyik və sözləri təkrarlayıb öyrənəcəyik dostlar. Arkadan sen öldürecek. Deməli, dostlar, riyaziyyatdan ikinci qrupun, yəni hamısının ikinci qrup, sadəcə coğrafiyadan mən neçə vaxtdır ikinci qrupun gedib axtardım. Coğrafiyanın ikinci qrupu mən testini tapanmadım da. Ya üçüncü qrupdur, ya da vapşe yox idi. Dedim, day nəysə də, coğrafiyadır, daha da yaxşı. Çünki üçüncü qrupda daha çətin misallar olur. Yəni, daha çətinə alışsam, daha yaxşılarını itaq eləyə biləcəm. Yəni, yaxşı dedim də, asantlarını eləyə biləcəm. Onsa müəllimə bizə 3-cü qrupdan da elətdirdiyinə görə daha yaxşıdır mənim üçün. Yəni mən bunu təzə almışam deyə vapşe heç eləməmişəm də. Ona görə də çalışacağam bugün çoxumuz birincisini eləyim, görüm eləyə bilirəmmi vapşe, hatırlayırammı nəsə. Görək deyək necə olacaq. Потому что mən belə heç nə hatırlamıram. Amma il başlayanda o dərsi təkrarlayacağım üçün rahatam. İndi mən riyaziyyatdan burada başlamışdım nəsə deməyə, amma qurtarmamışdım. Onu qurtarmağa çalışacağam. Вот. Ondan sonra gedəcəm bunları eləyəcəm. Ondan sonra da bank testdə məndə topuda nəsə qalmışdı. Onları eləyib sual dəftərinə yazacağam. Milyon dəfə eyni şey təkrarlayıram, çox şey eləməyim. Sonra bir də qalır həritə ifso. Həritə gördüyünüz kimi, amma STR saytında. İndi gəlin onda tez qutaraq biləm bu riyaziyyatı. Burada даже vərəqdə falan yazmışdım.
İndi nə edəcəyik? İndi keçəcək make-up eləyəcəyik. Amma çox sadə tutmağa çalışacağam make-up'ı. Çünki biz indi hara gedirik onu da deyim. Kinoya gedəcəyik. Gəmidə bir dənə keçək kinodur. Ona görə də keçək hazırlaşmaq istəyirəm. Çox da az vaxtım var. Yəni saat 7 üçün falan biz çıxacağıq evdən. Ona görə də mən tık hazırlaşmalıyam. Nə geyinəcəyimi daha bilmirəm. Beynimdə heç şey eləyə bilməmişəm də nə geyinəcəm falan heç birisi yoxdur. Deməli. İlk öncə gözümün altını çox azıcıq nemləndirəcəm. O da niyə? Çünki mən səhər sürmüşdüm axı kremimi falan da, yəni bakım ürünlərimi. İndi o göz altda quruyanda şey qəşəng oturmur, konsiler. Görmürəm də burada. Mən bunu yayım gəlim güzgüdən. Belə. Sadəcə gözümün altına. İndi nə edirəm? Orada da. İndi deyirəm ki, əlini sürək. İçirik konsilera. Bu mənim bacımın konsileridir. Özümə belə konsiler tuşdu falan onlar bilən yoxdur. Onları ödünç alıram sadəcə ailəmdən, mamamdan falan. Və indi ciqqana sürəcəm. Baxın ciqqana. Buradan biraz yol. Cık. Bence normal budur. Tık sürürsəm tık. Bu qədər. Geçəcə tık taxdım. Gəldim dostlar. Bunun üzərinə bir də düşünürdüm bəlkə göz makyajı. Göz makyajı sadəcə bu ağ var ya. Bunun göz pınarlarıma sürəcəm. Göz qəribə oldu ama. Dostlar, mən zona hazır oldum. Saçım çox pis necə. Gəlinin saçı oraya buruq. Tam belə oldu. Və pişdim deyə saçımı belə yığdım. Amma yəni ki, çatanda falan açaram və inanmıram ki, o buruq saç qala. Neyse, makyajımı göstərəm. Çox belə sadə, şık bir makyaj oldu deyə düşünürəm. Kombinimdə belə bir kombin tərcih elədim. Ki, çünki dəniz qırağı olduğundan və bilmirəm dedim mi, gəmidə olacaq kino. Dəniz qırağı olduğundan filmə çatmaq üçün biz qaçırıq bayaqdan. Mama deyir, ziyo, heç nə qalmadım. Orada hay Allah, ürəyim getdi. Getməsin. Sən Mən öldüm. Dostlar, biz indən təzdəyim nəyə gedirik? Hansı uykucu. Uykucu. Xəbərimiz yoxdur bizim. Sən kiçik. Adamlar deyəcək, buna nağarım var. Biz elə fırlanına gedək. Siz Suayday kimi baxdılar. Baba, как здесь вкусно, я поняла. Bayrağa bax, gönlü geçək. Da, Azərbaycan bayrağımız. Necə geçək görsənir. Dostlar, mən bilmirəm biz hara gedirik. Mehriban kimisə tapdı. Belə göstərir. Kimisə tapdı. Əslində mən iznala da raçıdan adıb gəlmək, danışam bunu. Dəniz mi o tərəfimizdə, Kresən mi o tərəfdə? Birindən düşmüşük. Tam 7-də gördüm, bir təknə 2 nəfər qoyular, pajar olar oldu. Mecbur işləmədi. Daha 17-ni deyirsən sən. Hansı ki? Əzaqla Teoman hələ. Yanırdı. Aras. Ay, heç kim yoxdur burada. Только мы что ли пришли? Bir də biz gəlmişik bu filmə, mən qalmadım. Uykucu deyə bir filmdə Çağatay Ulusoyla Elçin Sanq oynayan. Yəqin bilərsiniz də, çox adam bilər.
Bu telefonu ne bok gibi çekiyor. Nefim var ya. Yine göre ki biz inşallah kəsib yeməyəcəklər. Bu videonu görürsə hər şey yaxşıdır, görmürsə demək hər şey pisdir. Bizi kesecekler. Mama evde yoktu. Mehriban yok dediğim yoktu. Mehriban yok Ama dediğim. bu situasyonlarda o şey. Ha mama hepsi gemide ya. Gem değil. Gem bizi de şaşırdı. Korktum. De bizi şaşırdık edecek. Ne? De bizi şaşırdık edecek. Ne? De bizi şaşırdık edecek. Ha şeydi mama inanın biz ilk gelende burada hiç göz yoktu. Artık korka yetti neyse. Sonra biz eve çıktık elədi. Bakın gördük her Bakın hele biz girmemişik. Çölde. Her Selim de maaşırcıymış. Maalesef. Orijinal bir şey var mı? Bakacak vaktim olmadı. Bir sana para falan vermeye kalktım. Deməli dostlar biz çıxdıq. Tipim demsiz necə. Belə nipayatlı bir yerdədir. Gəmi deyil. Onu deyim ki, gəmi deyil. Sadece suyun üstünde bir yerdi. İlk önce biz orada dediler ki düşün aşağı, orada bir yerde gözlətdilər falan. Sonra qalxdıq yuxarı, oturduk. Biz en qabaq sıradayıq. lekenler de çok korktum. Daha iyi təkrar Çok olacak. Daha sıxışıq beləydim ama biz öldürəcək indi niyə tez gəlmiş nəysə. Nipayatın belə bir dəniz molun yanında bir yerdi. Mojitolarımız. Değildi. Ben hoşuma Da, geldi. mən oradan bəyəndim. Film qəşəngdir. Sadəcə biz axıra qədər izləyənmədik. Hə, ahırı maraqlıdır nə olacaq? Onu da İndi də. evdə yazıb Da. bir-birimizə deyəcəyik bunu. Gəlib mən sırası indi planşetdə atacağım Google-daki axırı necədir? Mən çox Hə, lütfen maraqlı. yazarsan ha sonra. Pəri yoxdursa bir də iki oldu yazarsan. Yazmağım eləcə pozvanım. Yazmış. Onu geri tez-tez münasibətdə söyləyəcəklər. Amma bir balaca yer idi. Yəni çox adam yox idi orada. Çox adam yuxarıda 8 nəfər var idi. Hə. Большинство пары были, только мы. Neyse biz dost Da. kimi belə qəşəng getdik, baxdıq elədi ilk dəfə. Da, oldu. çox Və, qəşəngdir. bir dəfə bacımdan baxmışdım, amma evdə baxmışdım belə bir oxşar şey. Ne güzel. Gerek. Söylemeden. Vallahi hə. Çık. Меня прикурим альбара. Neyse. Dostlar mən neçə gündür evdəyim. Yəni o videonu, yəni o günü 4-cü gün yaşamışdıq. İndi bazar günündəyim və videonu editlədim, qurtardım. Sadəcə gördüm ki, mən yenə axırını çəkməmişəm. Ona görə də dedim ki, elə o şey olmaz və görürsünüz ki, məndə neçə vaxtı belə şey oldu, alışqanlıq haline gəldi. Həmişə çəkirəm, amma axırına gələndə çəkəmirəm. O da niyə olur? Çünki çəkdiyim videolarda elə olur ki, harasa çıxıram, eləyirəm, gəzirəm, tozuram. Axırda da gec gəldiyimdən, saat gec vaxt gəldiyimdən yadımdan çıxır, yorğun oluram, sırası yatıram, yəni belə çox bir şey eləmirəm də, sadəcə makyajı sildim, elədim. Bir də uykucunun o axırıncı yarım saatlıq vaxtına da tez baxdım və sonra yatdım onsuz da. Axırda Fərman, yəni uykucu ölür. Yəni onu niyə elədilər? Onda onun nə məntiqi qaldı, mən anlamadım filmin. Nəysə, yəni çox da bəyənmədim ona görə. Əslində bəyənmişdim, amma axırda ona görə bəyənmədim. Nəysə, onu qoyaq qırağa. Günüm qəşəng keçdi deyə düşünürəm. Həm dərs elədik, həm çıxdıq podruqamla filmə getdik, baxdıq. Telefon dondu. Mojito içdik, popcorn falan yedik. Ondan sonra qalxdıq. Geçəcə gəldik və dediyim kimi baxdım axırına. Ondan sonra da makyajımı silib yatdım. Yəni günüm belə qəşəng keçdi dərslərlə belə və dedim ümidvaram siz də videomu bəyənərsiniz. Bəyəndiysəniz like atmağı, video like atmağı və kanala abunə olmağı unutmayın dostlar. Sizi kocaman öpürəm. Yeni videolarda görüşmək dileğiyle.